2025-ci ilin son günündə hər birinizi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. Bugün bütün xəbərlərimiz bayram əhval-ruhiyyəsindədir. Şirniyyatdan imtina eləmədən yeni ilimizi necə sağlam keçirə bilərik? Bu sualın cavabını mütəxəssislər verib. Baxaq görək, yediyimiz şirniyyatın miqdarı nə qədər olmalıdır ki, sonra fəsadlarını görməyək. Şirniyyatdan imtina etmədən sağlam qalın. Tətil günlərində sağlam qidalanma və idman vərdişlərini qorumaq çətin olsa da, mütəxəssislər bu dövrdə özünüzə çox sərt qaydalar qoymaq əvəzinə kiçik və davamlı vərdişlərə fokuslanmağı məsləhət görüb. Rusiyalı diyetoloq Natalya Makarinin sözlərinə görə sevdiyiniz bayram yeməklərindən tam imtina etməyə ehtiyac yoxdur. Əsas məqsəd balans yaratmaqdır. Məsələn, şirniyyatlarla yanaşı meyvə və tərəvəzlər də əlavə etmək, kifayət qədər su içmək və porsiyalara diqqət yetirmək özünüzü daha enerjili hiss etməyə kömək eləyə bilər. Fiziki aktivlikdə mütləq idman zalı demək deyil. Qısa gəzintilər, yüngül dartınmalar, ailə ilə açıq havada hərəkətli oyunlar bədəni oyadır və yorğunluq azaldır. Amerikalı fitness mütəxəssisi Dana Santos isə bildirib ki, 10 dəqiqəlik gəzinti belə faydalıdır. Ən vacibi isə günahkarlıq hissindən uzaq durmaqdır. Tətilin məqsədi dincəlmək və yaxınlarla vaxt keçirməkdir. Kiçik sağlam seçimlər edərək həm bayramın dadını çıxarmaq, həm də özünüzü yaxşı hiss etmək mümkündür deyə mütəxəssis bildirib. Alkoqolun azı olmur. 10 qram, 20 qram, 100 qram onların belə kifayət qədər insan sağlamlığına ziyanı var. Düzdür, alimlərin bəziləri az miqdarda alkoqol insan orqanizminə xeyirli deyir, amma digərləri tam əksini iddia edir. Alimlər isə eyni zamanda ölkəmizdə, dünyada, Avropada insanlar nə qədər alkoqol içməlidirlər ki, ziyan olmasın sualının cavabını axtarıblar, amma nəticə etibarilə bir məqsəd var ortada. Nədir? İndi biləcəksiniz. Alkoqolun azı olmur. Alkoqolun sağlamlıq üçün təhlükəsiz dozasının olub-olmaması Avropada hələ də mübahisə mövzusundadır. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, alkoqolun heç bir miqdarı təhlükəsiz deyil və o birinci qrup kanserogenlər sırasına daxildir. Məlumata görə Avropa İttifaqı dünyada adam başına ən çox alkoqol istehlak edilən regiondur və burada xərçəng əsas ölüm səbəblərindən biridir. 2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə orta illik alkoqol istehlakı 8,5 litr təmiz spirt təşkil edib. Latviya, Portuqaliya və Rumuniyada bu göstərici 11,5 litrdən çox olub. Bununla belə bəzi elmi dairələr az miqdarda alkoqolun ürək-damar xəstəlikləri riskini azaltdığını, lakin ümumi sağlamlıq üçün faydasının sübut olunmadığını bildirir. Avropa ölkələrinin tövsiyələri isə fərqlidir. İrlandiyada qadınlar üçün həftədə 11, kişilər üçün 17 qram standart porsiya limiti müəyyən edilib. İspaniyada daha sərt yaşanaraq qadınlara gündə 10 qramdan artıq alkoqol qəbul etməməyi tövsiyə eləyir. Latviya və Litva isə tam imtinanı məsləhət görür. Necə edək ki, bayram süfrəsində, qonaqlıq ərəfəsində dava düşməsin? Mübahisələrin kökü hansı mövzulardadır və bu mövzulardan necə uzaq duraq? Sualın cavabını bizə mütəxəssislər verir. Yeni il süfrəsinin təhlükəli ərzaqları, qarşıdan gələn yeni il bayramı ərəfəsində zəngin və ağır süfrələr sağlamlıq üçün risk yarada bilər. Rusiyalı həkim diyetoloq və gastroenteroloq Yevgeniy Arzamasov bildirib ki, həddindən artıq yemək və uyğun olmayan qida kombinasiyaları mədə-bağırsaq sistemi üçün zərərlidir. Mütəxəssisin sözlərinə görə bayram süfrəsində ən təhlükəli məhsullar sırasında ilk yeri kolbasa, sosis və sardelkalar tutur. Onlardan sonra hissə verilmiş məhsullar gəlir. 3-cü sırada alkoqollu içkilər və mayonez. 4-cü yerdə isə piyli və ya yağda qızardılmış ətlər qərarlaşır. Daha sonra şirniyyatlar və tortlar. Siyahının sonunda isə duzlu şorbalar yer alır. Arzamasov qeyd edib ki, ağır qidaların eyni vaxtda qəbul edilməsi riski daha çox artırır. Xüsusilə ilə göbələk, mayonez və pendirin birlikdə yeyilməsi mədə üçün ağır yük yaradır. Həkim bayram günlərində daha yüngül seçimlərə üstünlük verməyi tövsiyə eləyir. O, mayonezin, zeytun yağı ilə, duzlu xiyarın isə təzə xiyarla əvəz olunmasını məsləhət görərək bu cür dəyişikliklərin mədə-bağırsaq sisteminə düşən yükü azalda biləcəyini vurğulayıb. Qar sevənlər təbii ki, qışda Bakıda olmağı sevmir, çünki kifayət qədər qar yağmır.
Ona görə də bəziləri süni qarlardan istifadə edirlər. Belə deyək, gözlərinin qurdunu öldürürlər. Amma alimlər deyir ki, bu süni qarın tərkibində insan sağlamlığına çox ciddi və ziyan verici maddələr var. Diqqətlə baxın, doğmalarınızı qoruyun. Süni qarın təhlükəsi barədə xəbərdarlıq. Yeni il bayramlarında istifadə olunan zərlər və aerozol süni qar sağlamlıq üçün risklidir. Rusiyalı endokrinoloq, tibb elmlər doktoru professor Yelena Andreyeva bu cür vasitələrin xüsusilə allergiyadan əziyyət çəkən insanlar üçün təhlükəli olduğunu bildirib. Həkimin sözlərinə görə aerozol qar və oxşar spreylərin tərkibində olan xırda hissəciklər uzun müddət havada qalır. Sonra isə mebelin, paltarların və məişət əşyalarının üzərinə çökür. Bu hissəciklərin tənəffüs yolu ilə orqanizmə daxil olması boğazda yanma hissi, öskürək, baş ağrısı yarada, həmçinin astma və digər xroniki tənəffüs xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Zərlərlə bağlı risklərə də toxunan Andreyeva qeyd edib ki, onlar mikroskopik hissəciklərdən ibarətdir və asanlıqla dəriyə, gözlərə və nəfəs yollarına düşür. Bu isə selikli qişaların şişməsi, burun tutulması, göz qızartısı və allergik reaksiyalarla nəticələnə bilər. Mütəxəssis tövsiyə edib ki, yeni il bəzəkləri seçilərkən daha təhlükəsiz alternativlərə üstünlük verilsin. Qapalı məkanlar tez-tez havalandırılsın və xüsusilə uşaqların bu cür vasitələrlə təması məhdudlaşdırılsın. Azərbaycan Respublikasının Qida Agentliyi maraqlı bir məlumat yayıb. Valideynlər uşaqlarına marketlərdən hazır hədiyyə paketləri alarkən xüsusilə diqqətli olmalıdırlar. O paketlər ki, içərisində qidalar var. Həmin qidaların istifadə müddəti nəzarətdə olmalıdır. Valideynlər onlara baxmadan övladlarına bu qidaları verməməlidir. Əgər xatırlayırsınızsa, ötən illərdə həmin qidalardan zəhərlənən uşaqlar olmuşdu. Bayramımızı sağlam və xoş keçirmək üçün hər yediyimizə, içdiyimizə diqqət eləməliyik. Yeni il hədiyyə qutuları alarkən diqqətli olun. Yeni il yaxınlaşır və uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularına maraq artır. Hədiyyə qutuları seçimində diqqətli olmaq vacibdir. Rəsmi mağazalardan alış edin. Məhsulun tarixi və etiketini yoxlayın. Qutunun sağlam və zədəsiz olmasına fikir verin. Tez xarab olan məhsullara diqqət edin. Valideynlər uşaqların şirniyyatı həddindən artıq istehlak etməsinə nəzarət edin. Bu xəbərdarlığı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yayıb. Məlumatda bildirilir ki, hər hansı şübhə yaranarsa, Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə müraciət ünvanlaya bilərsiniz. Sağlam və təhlükəsiz yeni il üçün doğru seçim edin. Mütəxəssislər yeni il üçün qidaların hansı daha təhlükəlidir və onları nə ilə əvəz edə bilərik sualının cavabını da hazırlayıblar məhz yeni il üçün. Baxaq, bu qidalardan maksimum az istifadə edək. Yeni il süfrəsinin təhlükəli ərzaqları. Qarşıdan gələn yeni il bayramı ərəfəsində zəngin və ağır süfrələr sağlamlıq üçün risk yarada bilər. Rusiyalı həkim, dietoloq və gastroenteroloq Yevgeniy Arzamasov bildirib ki, həddindən artıq yemək və uyğun olmayan qida kombinasiyaları mədə-bağırsaq sistemi üçün zərərlidir. Mütəxəssisin sözlərinə görə, bayram süfrəsində ən təhlükəli məhsullar sırasında ilk yeri kolbasa, sosis və sardelkalar tutur. Onlardan sonra hissə verilmiş məhsullar gəlir. 3-cü sırada alkoqollu içkilər və mayonez. 4-cü yerdə isə piyli və ya yağda qızardılmış ətlər qərarlaşır. Daha sonra şirniyyatlar və tortlar. Siyahının sonunda isə duzlu şorbalar yer alır. Arzamasov qeyd edib ki, ağır qidaların eyni vaxtda qəbul edilməsi riski daha çox artırır. Xüsusilə göbələk, mayonez və pendirin birlikdə yeyilməsi mədə üçün ağır yük yaradır. Həkim bayram günlərində daha yüngül seçimlərə üstünlük verməyi tövsiyə eləyir. O, mayonezin, zeytun yağı ilə, duzlu xiyarın isə təzə xiyarla əvəz olunmasına məsləhət görərək bu cür dəyişikliklərin mədə-bağırsaq sisteminə düşən yükü azalda biləcəyini vurğulayıb. ...2026-cı ildə hər birinizə sağlamlıqla bərabər, həm də psixikanızın çox möhkəm olmağını arzuluyuram. Ümid edirəm ki, 2026-cı ildə nələr yaşamaq istədiyinizi dəqiq bilirsiniz. 31 dekabr sadəcə yeni ili qarşılamırıq, həm də bütün dünyada Azərbaycanlıların həmrəylik gününü qeyd edirik. Hər zaman mehriban, savadlı, eyni zamanda da əhvalımız xoş olsun. Özünüzü və doğmalarınızı 2026-cı ildə də qoruyun. Sağ olun, salamat qalın.